Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün həm maraqlı, həm dadlı, həm bol kalorili bir yemək hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? Gördüyünüz kimi öz həyətimdən, özüm əkdiyim tam təbii bitkiləri yığıram. Hal-hazırda payız aylarının axırıdır. Görürsüz, artıq göyərtilər də solmaq üzrədir. Bütün göyərtilərdən hamısından yığdım və düşündüm ki, nə hazırlaya bilərəm. Həm kükü, həm də doğğa hazırladım. Düzdür, adi bir yemək kimi görünə bilər, amma çox vitaminli, bol kalorili bir yeməkdir deyərdim. Gördüyünüz kimi göyərtilərin hamısını həyətimdən yığdım və bunları təmiz-təmiz yudum. Hal-hazırda doğrayıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Adi bir bitki kimi görünə bilər bu göyərtilər, amma inanın ki, çox vitaminli, çox xeyirli bir bitkilərdir. İlk öncə doğğanı hazırlayıram. Qazanımıza biraz yumru düyü əlavə etdim və üzərinə 1 ədəd yumurta əlavə edirəm. Bunların üzərində 1 qaşıq un əlavə edib bunu yaxşı-yaxşı qarışdırıram. Düzdür, doğğanı bir neçə növdə hazırlayıram. Ən asandı bu olduğu üçün bunu hazırladım. Və gördüyünüz kimi göyərti də əlavə etdim üzərinə. Belə daha asan, həm də tez bişir, tez hazır olur. Biraz da göyərtimiz qaldı və 2 litrlik qatığı da üzərinə əlavə edirəm. Qatığı da özüm mayalamışam. Üzərinə 2 yemək qaşığı mayonez əlavə etdim. Çünki mayonez əlavə edəndə doğğa biraz şirin alınır. Mən də şirin doğğanı çox sevirəm. Bir də bir şey qeyd edim ki, bir çoxları noxud əlavə edir doğğaya, amma mən noxudu heç sevmirəm doğğada. Ona görə də əlavə etmədim. Və üzərinə biraz su əlavə edəcəm. Gördüyünüz kimi hamısını qarışdırdım. Bunu bişməyə qoyuram. Dediyim kimi asandır və tez başa gələn bir doğğadır. İnanın ki, çox dadlı, ləzzətli bir doğğa alındı. Artıq görürsüz, qaynayır, bişmək üzrədir. Və artıq bişdi, doğğamız bişdi, bunu kənara qoyduq. Qalan göyün üzərinə də 4 ədəd yumurta əlavə edirəm. Bunu kükü hazırlayacağam. Yumurtayla göyərtini yaxşı-yaxşı qarışdırıram. Siz istəsəz buna biraz qoz da əlavə edə bilərsiniz, daha da dadlı olur. Üzərinə duz əlavə etdim. Burada tavanı qazın üzərinə qoymuşam və üzərinə 1 qaşıq yağ əlavə etdim və hazırladığım kükünü yağın içərisinə əlavə edirəm. Qapağını qoyuram bişməyə. Burada da doğğamızı göstərirəm. Doğğamız artıq bişib, hazırdır. Və burada kükümüzü çevirirəm. Hər iki tərəfini bişirirəm. Gördüyünüz kimi bir tərəfi bişib. Bunu yenidən tavaya əlavə edirəm. Artıq kükümüz bişdi, gördüyünüz kimi.
asan və tez başa gələn çox dadlı kükümüz hazır oldu. Mən üzərinə mayonez əlavə edirəm. Yəni bu vacib deyil. Sadəcə həm görüntü gözəl görünsün, həm də biraz dadına dad qatsın deyə mayonez əlavə etdim üzərinə. Gördüyünüz kimi möhtəşəm görüntü, möhtəşəm dadı oldu. Burada da doğğamızı stəkana əlavə edirəm və yeməyimizi servis edirəm. Gördüyünüz kimi az ərzaqla, adi bir göyərti də olsa 2 cürə yemək hazırlamaq olur. Həm görüntüsü möhtəşəm, həm dadı möhtəşəm. Ən əsası odur ki, bol vitaminli, tam faydalı, dərmansız bir yeməklər alındı. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allah'a əmanət olun.